maddi azadlıq hər şeyi dəyişir. İstəyirəm bir Şəhriyardan qısa bir şeir deyim, ona bitirib. Şəhriyar həmişə öz bəxtindən şikayətlənir və deyir ki, bir 17 bənddən ibarət 11 şeir var, əzbər bilirəm. Orada 200 misrası, yəni belə başlayır ki, deyir, evdə bir il ah çəkərəm, xəbər yox. Evdən çıxım mən o yana, yar gəlir. Bəxti yoxdur da, bir il gözləyir, qız gəlmir, çıxan kimi qız gəlir. Deyir ki, dövlətliyə imkanlı adama, dövlətliyə yas da gələ oynayar. Biz kasıba toy gələ, axsar gəlir. Doğrudan baxsan, varlı adamın yası da orada quruq yığılır. Amma görmüşəm belə şey. Quruq yığılır, yaxşı da gedir. İndi öyle də bir saat molla nəsə dedi. Ay görsən deyirəm, orada salyandakı işi də həll eləyərsən. Ha, belə baxsan bunun əslində keyfi zad asılır orada. Bu kasıb yazıb toy eləyir. Ha, orada bilmir ki, indi bu plusdadır, minusdadır, axsar gəlir də ona. Ya deyir ki, qəm yükündən kəndxudanın hissəsi, yəni qəm çəkməkdən də. Qəm yükündən kəndxudanın hissəsi xərdal olur. Bizimki xalvar gəlir. Nə deməkdir? Xərdal yəni azalır, xalvar artır. Deyir, yəni kəndxuda imkanlı adam qəm çəkəndə onun qəmi getdikcə azalır da. Amma kasıb qəm çəkəndə qəmi getdikcə artır. Yəni bu belədir. Biz bunu hamı deyirik. Mən görürəm də, mənim dostumun deyək ki, qolunda problem var. Görürəm bu 6 ayda qəm çəkir. Qolu düzəlməyən zadı da. Getdikcə rasxod xərclər artır. Bunun qəmi getdikcə artır da. İşdən də ucubunu çıxartma ehtimalı var. Amma mənim bir qolum var ki, imkanlıdır. Onun deyək ki, bir tanışımdır. Qolu qırıldı. İndi görürəm ki, onda daha irəliləyiş gedir. Oradan bir pozitiv nəsə götürüb. Daha yaxşı yığdırıb qolunu. Və belədir. Yəni bu sizin digər sahələrinizə yol açır. Təhsil etmək, siz də bilirsiniz, intuitiv olaraq bilirsiniz, valideyniniz də bilir, qohumunuz da bilir ki, siz yurfaka, nə bilim, iqtisadiyyata pul üçün gedirsiniz, maddi zat üçün gedirsiniz.